Bu gün gedirik, özümüz də bilmirik hara gedirik, amma planımız oradadır ki, Planımız Astaraya yaxın bir yerlərdir. mən Astara o bir dənə şalələ zat tapacaq, çayımı. Bizə şəlaləli, Aha. kamp qura biləcəyimiz, yanımızda axar su olsun, çimə biləcəyimiz qəşəng bir otel lazımdır. Amma pulsuz. Hə, heç nə motosikletləri göstərək, həmənki şeylər, deməli, burada mənim motosikletim, tulumlarımız, bunun içində lazımı ləvazimatlarımız. Qaqa, sən bu səliqəli nətər yığırsan? Məndə işin var. Buna bax, tərpənmir bura. Buna bax bir dənə. O da tərpənmir də. Ay kişi, o mənim canım ciyər. Axşam onsuz da yat. Mən nömrəni də çək yaxşı eləyək, bir dənə Nömrəm var ki, şəhərdə nömrəsi sürə bilərəm, amma rayona yerdə nömrəsi. Şey, qaqa, hər şeyi başa düşdüm. Yay da çıxıb, bax bu nədir? Qaqa, kimə manetçilik, Mişa telzi deyil o da. Yox da, nə bu nədir? Burada ləvazimatlar olmalıdır açar şey. Barmaqlama kişi, heç nə yoxdur. Şimdi Ala, ay Allah. Girici. aşkara burada bax. Gəl, Bunun stoluna zadına bax. Deməli qaqa, Jaronik var bax. Bu mənim motosikletin sənədləridir. Oğlum, burada sənin heç nəyin yoxdur. Qaqa, burada heç nə mənim gətirməmsən. buradadır. Sən stol nə zat atıb yatarsan. Yox, hamısı buradadır. Bax, Hayır. çadırdır, üstümə atılan şort. Amma burada lazım olan şeylər və bizim sana yağımız anı. Qaqa, sam ayağın içindədir. Hə, Maçda girəndə alasın. Deyə qoy bunun içinə qalsın. Ay, çay çəkir onun içində. Nə sən yox başa düşmə, sən bunu hara saldın? Gedirik biz neçə gün eləyəcəyik? 2 gecə, 3 gün. Bu gün 3 gündən bağlı motor reklamı. Baş sponsorumuz olmayan motor yağı. Kim çadırda? Ha çadırlanı sən. Çadır sumkada. Çadır ay hər şey yığır. Sən motosikleti sepin nətər yağlamısan valla yerə yağ tökülür. Yağla temizləmisən sən. Ayıya qarşı bununla nə edə bilərik qaqa? Qaqa heç nə, mən ayya arası kəsər gətirmişəm. Məndə də var. Ayaş dava, getdim uşaqlar. Dirək yarı yolda və yaxud da oralarda bir yerdə görüşərik. Hadi bəsdir da, ay Ələkbərdə, bəsdir da, ömrümüzü oturdun, dayanmışıq yaxşı. Bəli dostlar, bu gün gəlmişik, çatmışıq. Bu səfər yemək gətirməmişik deyə istirahətimiz sayılmır. İstirahətimiz sayılmır. Harasa bir 15 dəqiqədə dayanmışıq. Yolumuzla getmək istəyir. Ələkbər deyir, yox, biraz da dayanaq, yoxsa motorun vuracaq deyir, isinir yolda. Mənim motorum vurmaz, ştanqavoydur, bəlkə səninki. Sən motorun vurmaz əlbəttə ki, amma bu motor. Mənim motorum deyil, falan göstərsən. Yolda gəlirik yenə lap əsir bu. Əl vurma, bala, əl vurma. Bala, yeməyə heç nə gətirməmsən. Vallahi. Harda dayanmışıq, onu da deyək. Keçən səfər bunun başında yumurta qırdığımız yer. Ələt gedir. Ələtə deyə bax, ələt yazılıb bax ora, bax indi gör. Hara yazılıb? Baş ələt, o ələt deyir sağa dön. Ələtin girişindəyik məncə. Bura qara soka gedir. Soka. Sokar deyə bura. Aya qara soka, bildiyiniz sokardır. 160 kilometr gəldik, Allah kəssin belə. 160 kilometr bir dərd verdi. Ələkbər də bir tərəfdən dərd verdi. Gəlmiş indi deyir ki, acından ölürəm. Uşaq sudurğa keçirirsə. Yemək verin. Yemək verin, Allah rızası. Bir qabı yedi, indi gəldi ikinci qabıda. Doymadım lan, ha. Doymur da. İkincisini də istəyirəm. Bundan ye, bundan ye. At ciba. Qaqa, bu mən şəkərli şeylər yeyə bilmirəm. Yesəydim elə bir. Biz də çay içdik, belə. Bu niyə bu? Gəldik çay içdik. Çayımız qurtardı. Motosikletlərimiz çöldə. Səninki düşdü qaqa, mənimki düşdü. Səninki düşməyə ehtiyac yoxdur. Yol üstü restoran. Əgər canavar saat hava gedir. Saat neçədir bax. Qaqa, biraz özümüzə gələk. 17:03 saat elə 6-ya işləyir. Saat neçə gəlib çatacaq? 150 kilometrdirsə rahat 3 saata. 3 saat olmaz ala məzələn. Mən 230 kilometrlə 3 saat 10 dəqiqəyə gəlirəm. Hələ yolda 2 dəfə 20 dəqiqə dayanmaqla. Məsələn, belə biz yolumuza davam eləyək. 5-3 dəqiqə dayanaq sonra çıxaq gedib qoğalanla yesin qutarsın davam gedək. Mən bəyəndim, gəldim çıxdıq indi Lənkəran, gəldim çıxdım. Lənkəranın içinə girə bilmirik, amma indi burada belə keçdiyimizə görə Lənkəran sözündə bir şəklimiz olsun istədik. Bu başım bırak şey. Başım bırak nə də Mən də çöndərdim. İndi gəldi, indi şəkil çəksən Allah şəkil çək gedək. Deyir, mən motosikletini bəyənməm. Buna bax bir dənə. Bu fotoğrafı kim motosikletdir? Yolda gəlir, maşınlar da yolda gəlir, motosiklet yanından keçəndə mahnının səsi çıxır gedir başqa yerə. Motorun valında balans var. Vın. Mənim şəklimi, mənim telefonumla mənim şəklimi çək. Sən çəkdiklərini mənə atmırsan. Atıram. İndi atarsan? İndi yox. Belə bir yerə gəldik, çıxdıq. Buradan belə çay axır.
Sonra çadırı istəyirik bura quraq. Burada Ələkbər. Deməli, Bir dənə gözlə, video çəkirəm. Hə, de. hə. Deməli çadırı harda qurulsa birinci mat çəri ora. Ola, bunun soyumusan hala bunu. Hə, qoy, əlini çək. Uzanırıq üstündə. Baxırıq görək. Burada yatmaq olar. Olar. Hə, olar. Çox. Yəni sən çalada yatdın, nə qıraqları təpədir, nəsə. Orada da qəşəng itlərimiz var, amma qaçdılar getdi, Ələkbər qovaladı getdi. Burada itlər var idi. Heç nə, gəlib belə bir şey. Ola, Ələkbər görsən bunu? Özün başa düşdün. İlk yerimiz, çadırımız. Burada işığımızı qurmuşuq bura. Sonra ocağımız, Ələkbərimiz. İşığımız biraz şeydi, nəsə. Yeməyimizi bişirək, yeyək. Ələkbər. Şampon ara qoy. Deməli, Vay, çox vurdu. Hə, görmüş. Əgər şampon gətir bir yerə qoy da. Gəlmiş indi belə bir yerə, yanımızda, ürəyimizdə heç kim yox. Daha doğrusu var uzaqda. Var ya, uzaqdadır, o da söndürdülər, yəqin yatırlar onlar. Nəsə, burada ocağımız var. Belə kamp eləmək istəyirsinizsə, Sağlar belə kampa. İndi hal-hazırda Ələkbər işığı tutmaqda çətinsə ki, ona görə bütün Səbəbini deyim də. səbəbi verməyə elə məndə bilsinlər. Gördüyünüz kimi, görsənlər orada. Üstündə çox həşəratlar gəzir. Həşəratlar çox gəzir. Tut Ələkbər. Burada kim var ya, nəsə çox gəlir. Nəsə. Gələcəkdə onsuz da adam yeyən deyirlər ki bizi. Nəsə. Kamp eləmək istəsə bəylər, uzaq yerlərə gəlin. Ələkbər sizdən həşəratlarla doludur. Nəsə, yanımıza çay axır, bilmiyorum gecə necə yatacaq. İnşallah yaxşı yatarıq. Vermə, davay da bağlayaq ta, Ücə qaqa. Bir dənə buradan çayı vur. Şunsa. Belə də zoom eləyirəm. Ha, çüt. Qaqa, elə bir gecə şey var. Bizim list turumuz. Orada bilməm, ocağımız görsənmir. Ocağımız var idi, sönüb orada. Powerbank qoşmuşuq oradan ki, limitsiz list turumuz olsun. Burada Güllü plastik yatan yastığı, yastığı bir dənə stoldur. Üstünə də plastiklə keçirib şortik. Özü də üstü bomba, yox üstü bəzək, altı bəzək, üstü təzəkdir nədir? Ondan da var. Alsın. Ona var. Üstünə böyle təzə buna var. Uğraşdı bunu şeydə bəlkə satdıqda metrəsi 5 mansız addı. Yastıq heç nə gətirməyib. Yastığa yerim olmadı. Suyumuz 20 litr. Çoxdur. Mən burada yastığım qəşəng sumkamda için qəşəng doldurmuşam. Burada kəsərim var ayıya qarşı. Birdən ayı gələr, vurarıq başından ölər. Bu oyat yeyərik də, nə olacaq, hə? Gözə məndə də var. Bunu kəsər gətirmişəm. Gəl. Gözə nə belə. Saat neçə? Gözün saatı da göstərək. 4 iyul saat 11-ə qalıb. Mən saat gecə 3-də 4-də yatıram. Nə qaracam o vaxta qədər? Ay məcbur nə demək? Səsə yatmaq olar. Qapıya baxanda. Sənin səsinə bax bir dənə. Qaqa zordur da. Yastığı ki biraz yaxına qoyursun. Ələkbər görmürsən saat 1:15 dəqiqə işləyir. Bir bəs yataq da. Suyumuz orada. Bu dili uçur buradan bala. Sənə demədim mi onları öldür? Bunun özü ölüb. Sayın səsi bir tərəfdən, itlər burada ulaşır. Yata bilmirik yox ki. İtim burada. Bala yanır, millət baxır. Ayıbdır. Çəkmir. Burada qoymuşuq kolonkamızın mahnı yıxsın ki, sabah çaya girəndə, ala bir gözlə də, çaya girəndə qəşəng mahnı eşliyində girək. Ələkbər, sənə işarə eləyəcəm. Bax gör işarə nədir? Deməli saat 6-ın yarısı. Çayın səsindən yata bilməmişəm. Yıxsan bəlkə 3 saat yatmışam. Sonra çayın səsinə qulaq asmışam. Ələkbər burada daş kimi yatıb. Of, nə varacaq biz? Dedim, neyniyim, özümə bir çay eləyim, bir dənə kofemizi içək. Çayımız indi burada qəşəng qaynayır, qaynamır, bir dənə baxaq yoxlayaq. Qaynayırmış. Qaynayırmış. Bizim kofemiz stəkanımıza bir dənə bunu dabofka eləyək.
Ataq ocağı da yansın. Üstünə də çay. Hop. Bala. İndi göydən tökürük ki, qaşığımız olmadığına görə bunu göydən belə tökək ki, öz başına qarışsın. Yetərlidir. Bizim kofemiz. Cappuccino. Allah yox, cappuccino deyilmiş bu. Çox. Məncə tüstüləsin, tüstüləməyə ləzzət edir adama. Nə gərək var? Ya da yerlənmirəm, qoy qalsın. Öz başına yansın bala-bala. Biraz kofemizdən içək bizdə, yoxsa belə alınmır. Kofemiz, özümüz, alnımız və düzəl işləyib. Nə armaq olar? Yəni, çox nüanslı bir şey göstərəcəm. Hələ də orada qalıbsa, qalıb. Biz dünəndən bir dənə qarpız almışdıq axşamdan. Koymuşuq suya, qarpız gətirdik. Ay, düşmüşdüm az daha yıkılmışdım yerə. Bu da bizim qarpızımız. Buz kimi olub dünəndən qoymuşuq. Bugün burada bir dənə qəşəng jacuzzi keyfimiz var, amma jacuzzi isti olur, amma bunun isti olmaya ehtiyacı yoxdur. Bunun öz istidir, elə ılıqdır. Qəşəng. Kofemiz də burada bizi gözləyir. Deyir, içəyə siraz məni. Burada da sabunumuz. Bir dənə pis cəhət oldu ki, axşam çayın səsindən yatanmadım. Konkret da, yəni bəlkə yatmışam 3 saat, bəlkə. Yəni maksimum 3 saat yatmışam, o da. Aha, başqa iş nə, qardaş? Nə var abi, Ələşbəyə gözləyək dursun. Yeməyimizi yeyək, sonra let's go su. Suya girəcəyik. Yeməyimizi yemişik. Kofemizi içmişik, indi çayımızı içirik. Tez durmuşuq nəsə. Nədir fikrim belə? Mən deyirəm bir yağdan girək bura. Deyir, yox, mən istəyirəm hava isinsin, saat 12 olsun, elənizə girək. Deyirəm, maksimum isinsə, maksimum isinsə 2 dərəcə isinəcək. Yəni o 2 dərəcəndə gəlib, burada alassan da. Ala, bax, ayağımı tək. Bax, o 2 dərəcə hələ qurumuyub. Qurumuyub deyəndə sən o gəndə sonra gəlib dayanasın olur. Gəlmirsən 2 metr qıraqda dayanmışsan, deyirsən qurumur. Özə çıxdığın heç 5 dəqiqə deyil. Saat 12-də, buranı tərk edir. Hə, saat 11-12-yə kimi dayanaq burada və yaxud da girək çıxaq, belə qurulanaq biraz istədiyimiz vaxtı belə harca bir 2 saat, 3 saat gedərik də. İstəyirik ki, biz internetli yerə gedək. Yəni bizim planımız o idi ki, biz canlı yayın açaq burada, ocaq başında. Gecə canlı yayın açaq, söhbət eləyək, gördük burada heç set də yoxdur, heç kimə də zəng eləyənmirik. Başımıza bir iş gəlsə, heç kimə yığanmayacaq. Set sıfırdır. Vəziyyət kötüdür. Ən azından bir 200-300 metr qabaqda başqa adamlar çadır qurub içimiz rahatdır ki, nəsə olsa onlara çadır qurublar. O çox itlərimiz burada. İtlərlə axşam dostlaşmışdıq. Axşam bir yatmışdıq. Mən çadırın içində, prosto çadırın çölündə. Gəlmişdilər axşam. Başa düşdük ki, internet olmasa çadır eləmək də. Əslində olar, bir günlük olar. Ələşbərlə indi suya girəcəyik. Ocağımızı qalamışıq buradakı isinək. Ələşbər də burada. Ay Ələşbər, gəl görək bura. Gəldik sim şəlaləsinə. Onun da bütün videolar yadımızdan çıxdı, çəkməyə heç nələmək. Səbəbi də mən yıxıldım. Alnım dəydi yerə.
Kulağım indi basıqca, sən əsəbdən patlayıram. Yolda gələndə yəni bu bir dənə motosikletin saxlamatını döymədiyim qaldı da buna. Ağzımdan çıxanı dedim də buna. Motosikleti niyə elə sürürsən? Motosiklet niyə belə gəldi? Pis. Hələ gözünə bax, gözünə otur. Ayət gözümə heç nə olmuyor belə. Qulağı işləmir, bax. Abunə olun. Abunə olun. Sim şəlaləsinə gəldi. Çəkmək yaddan çıxdı. Qayıtmış yerində. Ləhliyə, yəni pilləkəndən güclə çıxdıq elə. Yolda gəldi, inanırsınız yəni bu yolu gələn vaxtı, yəni Ələkbər yıxılırdı, nivalara tuta gəldi ki, yıxılmasın özü. özü. Ne qədər niva var? Bu qədər nivanın maşın bazarında. Çox niva var, bir dənə niva. Ural niva. Niva. Şey var. Niva. Ay, sən də deyil. Niva. Ay, ancaq bu Niva olasın. Niva-da bir də cip maşınları da. Düzdür 06 da çıxmışdı, Allah bir nəsə gördüm amma zon testi ala çıxdı. elə yox, kapotunu açıb qaynatmışdı maşın. Belə. Heç nə, bundan sonra axşam da harda quracaq? Belə baxıram elə burada quracaq. Buna bax bilmirəm, internet açılandan bəri ancaq başı qarışır bunun bura. Hara gedir? Sim kəndi, Astara Sim kəndi. Sim kəndi, buradan arsa bir 2-3 kilometr uzaqlıqda Sim şəlaləsi var. Bizim də kamp qurmağa görə belə bir yer təyin eləmişik. Vallahi bilmirik bura haradır amma ən azından bilirik ki, kimsə gəlib burada kamp qurub və yaxud da nəsə bişirib yeyib də. Orada da var. Orada yumurta zat sındırıblar. Yəni ki, biz buranı kamp olaraq nəzərdə tutduq. Kampımızı bura quracağıq, çadırımızı. Arxamız quma. Bura millətin yerinə girmişik. Bura aşağıda belə qəşəng. Yenə həmişə kimi. Biz çadırımızı quraq. Sonra davam eləyərik videoya. Baxaq görə hələ mağazaya da getməyik. Suyumuz yolda, 20 litrik suyumuz yolda. Bunun əlindən part getdi işin dalınca. Qabağıma bunun kimi inək çıxdı. İnək özünsən də elə. İnək çıxdı. Ay, bunun qabağına inək çıxdı. Bu getdilər tormuz verdi. Deyirəm inəyin yanından keçdi. Deyir yox, şeydir. 20 litrik su, bu sürtdü çıxdı, getdi. Qapağı zadəndə verdi, patladı, qoyduq elə orada gəldi. Səbab işlədik də kimsə su içər. Burada ocaq, burada çadır. Artıq nə istəyirik biz? Orada da motosikletimiz Ələkbər gedib su almağa. Dayanmışam, ayağımda şəpit. Şəpit olmazsa olmazdır. Ocağa da qaladıqca gedib su almalı, suyu yoldaşıb getdi. Nəysə, belə davam edirik. Daha görək başqa axşam gecə evimizə deyirəm, başımıza nə iş gələcək. Kampımızın sonuna gəldik. Təcil işim çıxdığına görə mən Bakıya getməli oldum. İndi hal-hazırda Masallıdayam, dayanmışam yolun qırağında. Belə videoların daha çox gəlmək istəyirsə like ataraq dəstək ola bilərsiniz əlbəttə. Sağ olun, görüşürüz.